Gəl belə bir açılım eləyək. Bu münasibətdə səndən razı olduğu tərəflər nədir? Narazı olduğu tərəflər nədir? Bəyəndiyi, bəyənmədiyi və dəyişdirmək istədiyi tərəflər nədir? Gəl ona baxaq. Stabil münasibətdən gedir söhbət. Gəl baxaq. Onun səndə, onun bu münasibətdə bax, bəyəndiyi tərəflər nədir? Bu münasibətdən razı olduğu tərəflər nədir? Narazı olduğu tərəflər nədir? Və nəyi dəyişmək istəyərdi? Razı olduğu tərəflər varmı? Razı olduğu tərəflər bu münasibətin tam olaraq stabil olmağı, bu münasibətdə tam rahat olmağıdır. Belə deyim də və bu münasibətin sanki bu insan bu münasibətdə yüksəldiyini düşünür. Sənin ona uğur gətirdiyini düşünür. Bax, belə bir şey var. Ayağımı düşərlidir, uğurumu gətirir. Səninlə tanış olandan bəri həyatında hər şey daha da gözəl dəyişibdir. Budur. Münasibətdən gedir söhbət. Bu münasibətdə narazı olduğu tərəf nədir? Narazı olduğu tərəf bilirsən nədir? Sənə qarşı yalan danışa bilməməyə və yaxud da ki, bu münasibətdə tamamilə dürüst olmaq lazımdır. Bu insanda, belə deyim də, planlarını, hərəkətlərini heç vaxtı paylaşan biri deyil, yəni. Bu insan biraz sadiq insana oxşamırmı deyim və yaxud da ki, daimi olaraq həyatında fərqlilik eləyən insandır və bu münasibət onu biraz belə deyim də, yalan danışa bilməməyinə görəmi və yaxud da ki, azadlığın əlindən alındığını mı düşünür? Bax, belə bir şey var. Nəyi dəyişmək istəyərdi münasibətdə? Baxaq, münasibətdə nəyi dəyişmək istəyərdi? Dəyişmək istədiyi burada bir şey yoxdur. Sadəcə bu münasibətin bitməyinin qarşısını almaq istəyərdi. Yəni, bu münasibətin bitməyini istəmir. Bu münasibətin bitişindən qorxur. Hər şeyin bitəcəyindən qorxur. Yenə də bu münasibətdə nəyisə dəyişmək istədiyi nəsə varmı? Bu münasibətdə nəyi dəyişmək istəyərdi? Nəsə varmı dəyişmək istədiyi? Sadəcə bu münasibətdə onun üzərində olan baskıların dəyişməyini istəyərdi. Yəni, bu insan düşünür ki, sən ona qarşı çox baskıcı davranırsan və yaxud da ki, bu münasibətdə müəyyən şərtlər var. Okey, səndən əlaqədar gəl baxaq. Sənə qarşı fikrindəki insanın hissləri nədir? Səndən razı olduğu tərəflər nədir? Narazı olduğu tərəflər nədir? Yəni, bəyəndiyi, bəyənmədiyi və nəyi dəyişmək istəyərdi? Hissləri nədir? Bu dəqiqə hisslərini tam aydınlaşdıra bilmir bu insan. Burada daha çox stabillik və sahiblənmə hissi var burada. Sevgisi varmı? Sənə qarşı sevgisi varmı? Sevgisi varmı? Bu insan səni sevməklə, belə deyim də, özünü qorumaq arasında qalırmı deyim. Yəni, çox tartışırsınız. Nəyinsə üstündə, qısqanclıq üstündəmi, nəyinsə üstündə çox tartışırsınız. Sevgisi varmı? Sevgini göstər. Gizlədir hər şeyi. Başqa səbəblər, şikayətlər eləyir mənim üçün. Üstümə çox gəlir, deyir. Sevgisi varmı? Sənə ehtiyacı var. Sənə istəyi var. Səninlə tamamlanır, səninlə böyüyür. Sənə əslində, belə deyim də, enerji olaraq bir ailə enerjisi var. Amma yəni bu insan sanki, belə deyim də, hələ bunun sevgini başa düşməyinə çox mu var deyim və yaxud da ki, bunun sevmə şəkli fərqlidirmi? Gəl belə deyək, okey. Səndə bəyəndiyi tərəflər nədir? Bəyəndiyi tərəflər nədir səndə? Bəyəndiyi tərəflər sənin mübariz olmağın, bəyəndiyi tərəflər sənin çox dalaşqan olmamağın, bəyəndiyi tərəflər səndən rahatlıqla, yəni böyük bir sıxıntı olsa belə, onu rahatlıqla həll edə bilməyidir. Okey. Yenə də səndə bəyəndiyi yönü nədir? Səndə, onun səndə bəyəndiyi yönü nədir? Amma bu dəqiqə bu niyə əsəbidir sənə qarşı? Sənə qarşı əsəbidir. Amma səndən bəyəndiyi yönü odur ki, səndən əmindir, çox əmindir. Səndən əlaqədar narahatlığı yoxdur ki, tərk eləyər, xəyanət eləyər. Sənin sədaqətindən çox əmindir. Bəyənmədiyin tərəfi nədir? Bəyənmədiyin tərəfi də, burada bəziləriniz deyir ki, məsələn,
Bəziləri düşünür ki, ona caduzad eləyirsən və yaxud da ki, sənin enerji gücün var, nə bilim, qarğışıva keçə bilir. Səndə bəyənmədiyi tərəf nədir? Çox güclüsən, çox güc tətbiq eləyirsən və səni incidə bilmir. Səni incitməkdən qorxur. Sırası cəzalanır. Bəyənmədiyi tərəf odur, amma incitməsin də, ağıl olsun, incitməsin. Nəcəb olur. Bəyənmədiyi tərəf odur ki, sənə qarşı hansısa bir səhv eləyəndə, yalan eləyəndə cəzalanır bu insan. Nəyi dəyişərdi səndə? Nəyi dəyişmək istəyərdi? Səndə nəyisə dəyişmək istəyərdimi? Səndə biraz hədsiz emosionalsan, onu dəyişmək istəyərdi. Buna biraz azadlıq vermək istəyərdi. Bilirsən nədir? Bu çox belə, nə bilim, belə dəcəldir deyəsən. Bu düşünür ki, sən bunu çox idarə edirsən. Buna bir göz açmağa, kimlənsə flirtləşməyə, kimlənsə yazışmağa, nə bilim, bunu çox kontrol eləyirsən. Bunun, nə bilim, sosial şəbəkələr olsun, həyat olsun. Onu dəyişmək istəyərdi ki, kontrol eləməyəsən, buna azadlıq verəsən. Amma bu azadlıqda, yəni, bu azadlıqda bu istədiyi kimi davrana. Ona görə belə bir şey var. Yaxşı, baxaq, səninlə münasibətinizi davam etdirmək istəyirmi? Münasibətinizi davam etdirmək istəyirmi? Əslində münasibətin bitməyini istəmir. Davam etdirmək, münasibəti bərpa eləmək istəyir. Gəl baxaq, hazırda deyəsən soyuqluq var və ya inciklik var. Münasibətinizi bərpa etmək üçün addım atacaqmı özü? Münasibətinizi bərpa etmək üçün addımlar atacaqmı, düzəltmək üçün? Çox könülsüz, çox ürəksiz, məcburiyyət qarşısında addım ata bilər. Bilsə ki, səni tamamilə itirir. Gəl baxaq, belə deyək. Ümumiyyətlə, səndən soruşaq. Onunla münasibətini davam elətdirsən, sənin üçün xeyirlidirmi? Çünki baxıram ki, bu yaman şeydir. Onunla münasibətini davam elətdirsən, sənin üçün xeyirlidirmi? Zərər də yoxdur, xeyir də yoxdur. Sadəcə olaraq, yəni bu insanı olduğu kimi qəbul eləmirsən. Sadəcə bu insanı davamlı olaraq elə bil döyə-döyə ağlandırmaq lazımdır. Konkret budur, nə bilim. Tamam, o insanla münasibəti davam etdirsən, xoşbəxt olacaqsanmı bu münasibətdə? Pis adam deyil. Atılası deyil. Sadəcə biraz sən də güclü olmalısan, biraz səbirlə münasibəti davam eləməlisən. Səbrinə dayanan bir münasibət olacaq. Bu qədər. Aldım, qəbul edim. Yaz ətraflı baxım üçün isə profildəki nömrə ilə əlaqə saxla.